Salam yeni dostlar, necəsiz? Bugün yenə də növbəti bir video, Çanqana 05. Keçən videoda yazılan bütün suallara, demək olar ki, bütün suallara cavab veririk. Bir də dostlar, bunu vurğulamaq istəyirəm. Mən gördüyünüz kimi sürmüşəm. İndi burada təbii ki bizdə belə bura girək. Burada 7000 göstərir. 7000 göstərir. Benzindən getdiyim, yəni motor işlətdiyi kilometraj. Bu yaxınlarda yağ dəyişdim, elə dünən. 0.20. Belə deyim də, nakladkaları dəyişmək istirdim. Sadəcə nakladkalarda səs gəlirdi. Düzdür, apardım, nakladka aldım almağına, apardım ustaya. Usta öz nakladkalarını çıxartdı, təmizlədi və qoydu üstünə. Və onunla da səs kəsildi. Yəni o nakladkaları da apardım, qaytardım. Onu demək istəyirəm ki, yəni əgər nakladkalardan hansısa bir səs gəlirsə, birinci ustaya göstərdim, yəni də qabaq nakladkalardan gəlirdi. Ola bilər ki, içində nəsə toz düşüb və yaxud nəsə olub. Çünki bunların nakladkası orijinal Çanqana nakladkasıdır. Onlar da hardasa indiki zamanda 140-150 manatdır. Yəni onu adi sadə nakladkaya dəyişib, o da hardasa 50 manat. Sadə nakladkaya dəyişib onu qoymaq, o da təmiz dəmirdir, amma bunlar da mislidir yəni. Onun üçün ondakı ən məsləhətlisi ustaya siz birinci maşını görsədin, səs gəlirsə nakladkalardan. Usta baxsın, əgər lazımdırsa nakladkaları dəyişsin. Yəni belə deyim, təmizləsin, şkurkalasın və qoysun üstünə. Qədər. Bir də sualların biri buydu ki, 2004 və yaxud da 2024 və yaxud da 2025 fərqi Kuzada var. Kuzada heç bir fərqi yoxdur. Sadəcə arxada stop işarəsi 2025'də uzundur, 2024'də ayrı-ayrıdır. Yəni əgər qırılsa tam olaraq o stop işarəsini dəyişirik. Bir də ki bagajın belə deyim, arxadan bagaja daxil olmaq 2025'də yoxdur, 2024'də var. Yəni bu qədər. Belə eynidir. Maşın demək olar ki eynidir. Onun üçün də ki yəni bir də ki təbii ki qapıların uçqaları göstərdiyim kimi 2025'də belədir. Amma 2024'də içəri daxil olur. O da məsələn kim taksidə işləyirsə, o sərnişin götürürsə, sərnişinlərin çoxsu çaşır. Yəni düzdür, indi onlar üçün də znaklar yapışdıranlar var ki, yapışdırırlar. Amma yenə də mən belə götürdüm. Yəni dədə-baba üsulu ilə daha rahatdır məncə. Qiymət fərqində də məncə elə bir fərq yoxdur orada. Böyle bir sual var idi ki, peç işləyirsə monitora vurur və yaxud da hansı bir problem olar? Yox, çünki bu burada belə bunu regulovka belə deyə vermək olur. Bağlamaq da olur, açmaq da olur, aşağı yuxarı. Amma bu qədər açılır, yəni o tərəfi vurmur. Yəni monitora heç bir təsir göstərmir. Yəni, nə peçdə, nə kondisionerdə heç bir təsir eləmir. Burada böyle bir sual vardı ki, monitoru Rusuna çevirmək olur. Hal-hazırda gördüyünüz kimi monitor Kitaydır, amma ingilis dilində çevirmişəm. Yəni belə rus dilində çevirmək olmur. Yəni proqramla yazmaq olmur, rus dilində çevirmək. Mən biləni olmur. Yəni 05'ə olmur ən azından.